Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Bugün hazırladığım belə bir gözəl, sadə bir tortu sizlərlə də bölüşürəm. İnşallah siz öz körpə-balalarınızı sevindirərsiniz. Tortumuz asan olduğu qədər də çox maraqlıdır. Körpələrin sevincinə biraz da sevinç qatarsınız belə gözəl tortları hazırlamaqla. İnşallah bu videomdan da yararlanarsınız. Keçək torta xanımlar. Tortu əvvəlcədən hazırlamışam. Tortu 20-20 formada hazırlamışam. Hündürlüyü 12 santimetrdir. Və üst hissəsinə ağ krem çəkdim. Sonra isə kremə bir damcı qırmızı rəng vurub belə bir pəmpə rəngi aldım. Şpatellə gördüyünüz kimi hamarlayıram. Kimə belə hasant deyilsə şirniyyat torbasına da krem doldurub vura bilər. Tortun çəkisi xanımlar 2 kilodur. Tərkibi plomberdir. Və budur artıq kənarlarında olan artıq kremi də kəsib götürdüm. Və padloşkadakı kremləri də yığdım. Şəklin arxa hissəsinə şokolad vurmuşam xanımlar. Ağ şokoladı əridib şotka ilə çəkirəm. Sonra isə bax belə tortun üst hissəsinə yapışdırdım. Bəzən xanımlarımız yazır ki, boş şəkili yapışdırarkən ərimə olur. O da bu qayda ilə hazırlasanız heç bir ərimə prosesi olmayacaq. Sonra isə tortun kənarlarına bax belə dalğavari krem vururam. Ucluğumuz ulduzdur. Nömrəsi yoxdur. Mən bu formanı AliExpress'dən almışam. Ucluğu odur ki, nömrəsi yoxdur xanımlar. Komplektin içində nömrə yoxdur. Sonra isə bax belə gördüyünüz kimi dalğavari üst hissəsinə vurduqdan sonra tortun kənarlarına da eyni qayda ilə vururam. Tələsmədən səliqə ilə və bir neçə şəkili də tortun kənarlarına yapışdırdım. Eyni qayda ilə onların da arxa hissəsinə şokolad yapışdırmışam. Sonra isə belə atlas lentlərdən yapışdırıram. Kim istəyir 4 yerdən, kim istəyir 5 yerdən, kimə necə udobnalısa, rahatdırsa o qayda ilə də tortun kənarlarına yapışdıra bilərsiniz. Bu da biraz maraq qatır, gözəllik qatır torta. Bax belə. Bu videonda yavaş-yavaş axır hissəsinə xanımlar gəlib çıxırıq. İnşallah videomdan yararlanarsınız. Dəstəyinizi əsirgəməyin. Allaha əmanət olun. Yeni videolarda görüşənə qədər hələlik.